Azərbaycan boydadır. Ürəyim Azərbaycan, bütün cahan boydadır. Dünyanın ən bahalı sərvətindən, zərindən, gəlindən, daş qaşından, ən böyük gövhərindən mənim müstəqilliğim min dəfə bahadır. Dönüş yoxdur geriyə, üzümüz sabahadır. Əgər sən doğrudan da millətin oğlusansa, ruhunla, varlığınla torpağa bağlısansa, çıxart rəydən kini, didi qudunu, böyük diləklərə ürəyinin odunu. Sevgini, istəyini torpağa ver, daşa ver, qoşuna sərkərdəyə, başçıya ver, başa ver. Bu millətin başında başçı da var, baş da var, vətənə sadiq olan əsil vətəndaş da var. Kim ki bu xalqın önündə getməyi bacarırsa, tilsimləri sındırır, tufanları yarırsa, ən qorxulu nöqtəyə kişi kimi gedirsə, ən ağrılı yerlərə igid kimi varırsa, kişi odur, mərd odur, onun tərəfində durur. Kim topları susturur, anlıyla, əsəriyle, kim qanı dayandırır, sözünün kəsəriyle, kim xalqa dərədən yox, zirvələrdən baxırsa, yağların başında şimşək kimi çaxırsa, dünyanın hər yerinə Azərbaycan xalqının qanadını açırsa, onu görən düşmənin rəngi ruhu qaçırsa, haqlı odur, haqq odur, haqqın tərəfində dur. Ey mənim müdrik xalqım, ey qəhrəman millətim, ey yeraltı xəzinəm, ey yerüstü sərvətim. Daş daşa söykənəndə kevrilib divar olur, dağ dağa söykənəndə zaman zaman var olur. El-elə güvənəndə yurdu basılmaz olur. El-elə güvənəndə güllər açır, yaz olur. Güllən torpağım mənim, teylən bayrağım mənim, oxur dodağım mənim, alış, alış ocağım mənim. İstiqlal havasını, xoşbəxtlik nəğməsini, ürəkdə yanan işıq, damarda qan oxusun. Azərbaycan oxusun, bütün cahan oxusun. 1990-cı il noyabrın 17-sində Naxçıvan şəhərində Azərbaycan Demokratik Cümhuriyyətinin xalqın iradəsinin ifadəsi olan müstəqillik, azadlıq və suverenlik rəmzinə çevrilən üç rəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi Heydər Əliyevin özünün başlatdığı milli oyanış prosesinin nəticəsinin elanı. Azərbaycan xalqının azadlıq mübarizəsində gözlənilən böyük qələbənin müjdəsi idi. Bəli, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəldi. Amma o qaydanda vəziyyət qoyub getdiyi kimi qalmamışdır. Təhsil sistemi tənəzzülə uğramış, tədris prosesi pozulmuş, aspiranturaya, doktoranturaya qəbul prosesi demək olar ki, dayandırılmışdır. Nəinki təhsil, Azərbaycan elmidə xeyli zərər görmüşdür. O dövrdə baş verənlərə münasibət bildirərkən Heydər Əliyev deyil. Doğrudur, müstəqillik əldə olunan zaman və onun ilk illərdə Azərbaycan təhsilində çox bərbad vəziyyət var idi. Bu bərbad vəziyyətdə 1988-1989-cu illərdə Azərbaycanda yaranmış çox mənfi ictimai siyasi, gərgin daxili siyasətin nəticəsidir. Bütün bunlar hamısı Azərbaycanın məktəbləri, təhsil sistemlərində çox mənfi təsirini göstərmişdir.
zaman benim varlığımın cilası bayram. Senden doğmuş göktükten kalan bu taşlı bayrağın balası bayram. Düşerdi bayrağın kölgesinde ben Karaca torpağı vətən görmüşəm. Zəfər güllərinin özü qədimdən bayraq ışığında bitən görmüşəm. Bayraq mənimdir, bayraq kimliyim, bayrağı yurduma sakimliyim. Bayraq mənimdir, bayraq kimliyim, bayrağı yurduma sakimliyim. Zəfər bayrağım orada dikəsin. Keçdiyi yerlərdən dağlar yamaçlar onun huzuruna salama gəlsin. Tarixdən gəldimdi zamandan qoca, mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca, məbədər başıma tac olan hilal. Bayraq mənimdir, bayraq kimliyim, bayrağı yurduma sakimliyim. Bayraq mənimdir, bayraq kimliyim, bayrağı yurduma sakimliyim. Bayrağı yurduma sakimliyim. Ki Ulu Önder'in hayatına dair, gördüğü işlere dair bir iki saatlik tədbir kifayət etməz. Ama aynı zamanda hamıda razı etdik. Bu bir iki saatlik tədbirdə bizim değerli təşkilatçılarımızın sığıştıra biləcəyi hər şeyi yerli yerində sığışdırdılar. Bu da təşkilatçılara təşəkkür edirəm. Ümumiyyətlə, Ulu Önder Heydər Əliyevin hakimiyyət vəzifəni, hansı ki Sarı Qanunlarla hakimiyyət edilmişləri bizim üçün etdikləri, sonra təkcə ölkə üçün getmir, həm də bizim üçün etdikləri, o vaxtdan da bizim üçün etdikləri danılmazdır. Hansı ki ölkənin iqtisadiyyatına, ölkənin təhsilinin inkişafına, ölkənin sosial mədəni inkişafı üçün etdiklərində bunlar sayılacaqlar sayılacaq şeylər deyil. Mən yenidən sağlamlıq məsələlərini və digərlərini çox nazik getmək istəyirəm, amma bir neçə məsələ xüsusi nüans var ki, orada məsələn ölkənin konstitusiyasının qəbul olunması Sovet vaxtında 1978-ci ildə və həmin konstitusiyada Azərbaycan dilinin dövlət dili olaraq, rəsmi olaraq təsbit edilməsi özlüyündə bizim milli kimliyimizin formalaşmasına uzaq görən bir siyasət olaraq öz dalğasını vurur. Sonra eyni prosesin davamı olaraq da bizim Azərbaycan müstəqillikdən sonra Azərbaycan dilinin dövlət dili olaraq Azərbaycan dili adına təsbit olunmuşdur və bunun təsdiqlənməsi bizim dövlət dili günümüzün təsbit olunması məsələsində xüsusilə qeyd olunmalı məqamlardan biridir. Hansı ki bizim milli kimliyimizin formalaşmasına gətirib çıxarıb. Və biz bunun da nəticəsini yəqin ki ən yuxarı səviyyədə 2020-ci ildə dövlət, millət, ordu olaraq bir dəmir yumruq adlı birləşməsi gördük biz həmin şeyləri. Bunları həmin illərdə danışmaq bəlkə də xəyal idi. Hətta mən xatırlayıram bir çox siyasi müzakirələrdə falan baxırdıq. Yəni Avropada, orada burada müzakirələrdə hər zaman bizim rəsmi təmsilçilərimizə bir şəkildə sətiraltı olaraq deyildik ki, yəni Qarabağa artıq bu təbliğ olunurdu. Amma reallıq tamamilə başqa oldu. Bizim Ulu Öndərimizin
və Ulu Öndərin layiqli davamçısı Cənab Prezidentin uğurlu siyasəti nəticəsində. Və tələbələrimizdə də yəni haqqında bayaqlar qeyd etdiyim məqamı yerləmək istəyirəm ki, təkcə burada dinlədiklərimiz yox, burada dinləmədiyimiz, burada eşitmədiyimiz, bilmədiyimiz o qədər məqamlar var ki, Ulu Öndərin bizim üçün, bu ölkə üçün, bu vətəndaşlar üçün etdiyi elə incə, amma çox önəmli məqamlar var ki, bunları araşdırmaq lazımdır və bu irsi qorumaq lazımdır, yoldaşlar. Bu cür ən azı bu cür tədbirlərlə və daha yaxşılarını etməklə biz daima Ulu Öndərin bizim üçün etdiklərini daim xatırlayıb, daim yaşatmalıyıq. Bir daha təşkilatçılara ürəkdən təşəkkür edirəm və bizim Ulu Öndərin 102-ci and olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə hansı ki, Təhsil Nazirliyinin və Təhsil İşləri Azad Həmkarlar İttifaqının bir də təşkilatçılığı ilə keçirilib. Orada yer tutan tələbələrimizi bir daha təbrik edirəm. Növbəti illərdə digər tələbələrimizin də bu və yaxud digər müsabiqələrdə daha yaxşı təmsil olunması bu həm də ona bir işarə edəcək ki, bizim üçün çəkilən bu qədər əziyyətlər heç vaxt belə yerdə qalmır. Daim biz onların nəticəsini parlaq şəkildə önümüzə verəcəyik. Çox sağ olun.